Salam əziz və dəyərli müəllimlər. Time 2025 yeni nəşrindən mod mövzusunun testlərinə baxaq. Birinci sualımız. Find the appropriate form of the oblique mod. Gəlin biz mod mövzusunda uyğun olan növü seçək. Yəni modun uyğun növünü seçək. He suggested that the work should have been finished. Əgər suggest veriləndən sonra should köməkçi feili işlənirsə, deməli burada suppositional mod işlənmişdir. A variantımız düzgün cavabdır. İkinci testimizə baxaraq. Find the appropriate form of the oblique mod. Yenə burada da növünü müəyyən edəcəyik biz modun. He ordered that the letters be taken. Baxın, be taken. Əgər to be feili zamana və şəxsə görə uzlaşmayıbsa, deməli burada işlənən mod subjunctive moddur və düzgün cavabdır. Üçüncü testdə bizdən zero conditional işləndiyi cümləni istəyir. Zero conditionalda hər iki tərəf indiki sadə zamanda işlənir və faktı, ümumi gerçəkliyi bildirir. A variantımız düzgün cavabdır. If you heat water to 100 Celsius degrees, it boils. Əgər suyu 100 Celsius dərəcəyə qədər isitsən, o qaynayır. Bu fakt. Yəni 100 Celsius dərəcəyə qədər suyu nə zaman biz isitsək, o qaynayır. Bu fakt. Bu hər zaman belə olur. A düzdür. It rains tomorrow. Digər tərəfdə will cancel gələcək zaman işlənirsə, first conditionalda, past simple would verb işlənirsə, second conditionalda, past perfect would perfect işlənirsə, third conditionalda və past perfect would be işlənirsə, mixed conditionalda. Deməli, A variantımız düzgün cavabdır. Dördüncü testdə bizdən first conditionalda soruşur. First conditionalda birinci tərəf indiki sadə, digər tərəf gələcək zamanla işlənir. Bəzən isə ikinci tərəf əmr cümləsi şəklində işlənə bilir. A variantında if you mix red and blue, əgər qırmızı və mavi rəngi qarışdırsan, bənövşəyi rəngi alınır. Bu fakt. Gördüyümüz kimi hər iki tərəf indiki sadə zamandadır. Zero conditionaldır. Çıxırıq. B variantı should you see her tonight, invite her to our place. B variantı first conditionaldır. Çünki first conditionalda burada sadəcə olaraq inversiya olunmuş variantdır. İnversiya olunmuş variantda biz if-i atırıq. Should köməkçi feili mübtədadan əvvələ keçir və digər tərəfdə dedik ki, əmr şəklində işlənə bilər. Əgər bu axşam deyir onu görsən, onu bizim yerimizə də onu həmçinin dəvət et. C variantında past simple would verb isə second conditionaldır. Past perfect would perfect isə third conditionaldır. Yenə past perfect would perfect isə deməli third conditionaldır. Y variantında da inversiya olunmuş variantdır. B düzgün cavabdır. Beşinci testə baxaraq, in which option is the second conditional? Hansı variantda second conditional işlənib? Second conditional deməli quruluşu nədir? Past simple would verb. İndi baxaq A variantına. Biz burada indiki zaman və gələcək zaman anlamını görürük. Deməli burada first conditionalda A variantını çıxırıq. B variantında past perfect, digər tərəfdə would perfect isə third conditionaldır. Should varsa müəllimlər, deməli bu inversiya olunmuş variantdır və first conditionaldır. Digər tərəfdə də indiki zaman görürük. D variantında would verb işlənib, digər tərəfdə isə didn't throw past simple işlənib. Deməli D variantımızda second conditional var. Y variantında past perfect, could perfect işlənibsə, deməli third conditionaldır. Bizdən də second conditional soruşduğu üçün D variantımız düzgün cavabdır. Altıncı testə baxırıq. Bizdən third conditional soruşur. Third conditional quruluşu nədir? Past perfect, would perfect. Bax, gələcək zaman anlamları varsa bunların hamısını avtomatik çıxmalıyıq. Sonra past perfect və digər tərəfdə would verbsə müəllimlər bu mixed conditionaldır. Ona görə çıxırıq. Y variantında past perfect, could perfect varsa third conditional hesab olunur. Third conditionalda if olan hissədə past perfect, digər tərəfdə would, could və might perfect işlənə bilər. Y variantımız düzgün cavabdır. 7-ci testimizə baxırıq. In which option is the mixed conditional used? Artıq burada baxın bizdən mixed conditional, yəni qarışıq şərt budaq cümləsində soruşur. A variantında baxırıq. Baxın, past simple, digər tərəfdə would verb işlənibsə, burada artıq second conditionaldır. Hər hansı bir mixed yoxdur. Would verb işlənib, digər tərəfdə yenə past simple'dırsa, burada da second conditionaldır. You had addeddir burada past perfect və digər tərəfdə would verb işlənibsə, deməli burada mixdir. Çünki had added past perfectsə, digər tərəfdə would perfect işlənməli idi. İşlənməyibsə, deməli mixdir. Deyir ki, əgər sən daha çox yaşıl tərəvəzlə bir neçə daha çox deməli
yaşıl tərəvəzlər əlavə etmiş olsaydın, sənin şorban daha dadlı olardı. Yəni, bu nə deməkdir? Sən şorbanı bişirəndə daha əvvəlcədən daha çox yaşıl tərəvəzlər atmış olsaydın, indi sənin subun, şorban daha yaxşı dadardı. Keçmişdə baş verən bir hərəkətin indi nəticəsi hiss olunursa, bu zaman biz mixed conditiondan istifadə edirik. D variantında indiki zamandır present simple, future simple'dır, bu first conditionaldır. Would verb digər tərəfdə past simple'dırsa, bu da second conditionaldır. 8-ci testə baxırıq. Which of the options in the mood category used inappropriately? Baxaq görək hansında səhv var. Had I known that, demək, had I known then what I know now, yəni indi bildiyimi o zaman bilmiş olsaydım, I would have acted differently, fərqli davranmış olardım. Baxın, past perfect, would perfect işlənir. Burada bir problem yoxdur, third conditionaldır. If he were to do it all over again, he wouldn't made yox müəllimlər. Make olmalıdır. He wouldn't make olmalıdır. Ona görə də B variantımız bizim düzgün cavabımız oldu. Çünki səhvimiz B variantındadır. Yəni burada had not made deyil. Çünki if olan isə də past simple'dırsa, digər tərəfdə would verb olmalıdır. Yəni wouldn't make. C variantında it is high time, it is time, it's about time quruluşlarından sonra past simple işlənir. Düzdür. She would be happy if she were to live. Bax, burada were to past simple, burada would verb işləndiyi üçün second conditionalda bir səhvlik yoxdur. Had the ability, would işlənibsə past simple, would verb yenə burada second conditional işlənib. Deməli, B düzgün cavabdır. 9-cu testə baxırıq. 9-cu testdə bizdən yenə mood kateqoriyasının səhv işləndiyi variantı soruşur. A variantına baxırıq. If she had studied harder, baxın, past perfect, digər tərəfdə would perfect işlənir. Deməli, A variantımız, baxaq, if she had studied harder, she would have a better job now. Baxın, burada deyir ki, past perfect işlənir və digər tərəfdə isə would perfect işlənir. Əslində, quruluşda doğrudur, sadəcə burada bir cəhəti diqqət etməyiblər ki, burada əgər no varsa, əslində, yox, perfectlik yoxdur, düzdür. Would have-i görüb, elə bildim perfectdir. Yox, perfect deyil zaten. Would have had olsaydı perfect olardı. Bax, burada mixed conditional var, əziz müəllimlər. Və deyir ki, burada nəyə görə bizə mixed conditionalda? Baxın, past perfectdir, would verb işlənib sadəcə olaraq. Would perfect deyil, yəni. Deməli, deyir ki, əgər o daha çox çalışmış olsaydı, indi onun daha yaxşı iş olardı. Yəni, keçmişdə əgər çox çalışsaydı, indi hal-hazırda onun daha yaxşı iş olardı. Keçmişdə baş verən bir hərəkətin nəticəsi indi də görürüksə, varsa, bu zaman mixed conditionaldan istifadə edirik. B variantında were to win, verb past simple, daha doğrusu past simple işlənib, digər tərəfdə də would have, would verb işlənib. Deməli, düzdür. A-da düzdür, D-də düzdür. A-da mixed conditionaldır, B-də isə second conditionaldır. C variantına baxırıq müəllimlər. Burada Z verilirsə, deməli buradakı haddir. Çünki if olan hissədə would işlənməz. They haddirsə burada bir zəhmət listened olardı. They had listened to the warnings. They wouldn't be in this situation today. Bax, burada da mixed conditional var. Amma listened olan hissə səhv olduğu üçün C variantımız düzgün cavabdır. Deyir ki, əgər o əvvəl keçmişdə, yəni xəbərdarlıqlara qulaq asmış, onlar qulaq asmış olsaydılar, bugün bu situasiyada olmazdılar. Bu situasiyada baxın, siz indiki zamanla bağlı olduğuna görə would işlədir. Bilirsiniz ki, second conditional əslində qeyri-real situasiyanı, amma indiki zamanla bağlı qeyri-real situasiyanı ehtimalı bildirir, fərziyyəni bildirir. Amma third conditional keçmişlə bağlı olan fərziyyəni bildirir. D variantında past perfect, digər tərəfdə would verb işlənib. Çünki right now-ya görə biz mixed conditionaldan istifadə etmişik, bu da düzdür. Əgər mən qatarı deyir keçmişdə, yəni məsələn, ya da dünən, ya da bir neçə saat bundan əvvəl qatarı buraxmış olmasaydım, mən indi deməli toplantıda olardım. Y variantına baxırıq. If you were given another chance, past simple-dır. Digər tərəfdə də would perfect işlənib. Burada da mixed conditionalda deyir, əgər sənə daha başqa bir şans verilsə, yəni hal-hazırda tutaq ki, sənə belə bir şans verilsə, indi də verilsə, sən deyir, keçmişdə necə fərqli davranmış olardın. Burada mixed conditional var. İndiki zamanla da olan bir məqamın keçmişdə necə olmasının fərziyyəsidir. Deməli, C düzgün cavabdır. 10-cu testdə inappropriate meaning, yəni səhv mənası var, uyğun olmayan bir məna var. Suppose that you were to find a hidden treasure, what would you do with it? Bax, suppose özü mood yaradır. Verb to, past simple, would verb işlənir. Bu isə düzdür. İndi bizdən mənaya diqqət etmək istənilir.
Deyir, güman edək ki, sən gizli bir xəzinə tapmışdan, sən nə edərdin onunla? Okay, bir problem yoxdur mənada. I wish I could travel the world without any worries or responsibilities. Kaş ki, deyir, mən dünyanı heç bir narahatlıq və ya da məsuliyyətlər olmadan səyahət edə bilərdim. Bəli, burada da mənada bir problem yoxdur, quruluşda da bir problem yoxdur. Gələcəklə bağlı arzunu ifadə edəndə biz could-dan istifadə edə bilərik. Bilirik ki, I wish, I would olmaz. Mübtədalarımız eyni olarsa, bu zaman biz would-dan deyil, could-dan istifadə edirik. C variantı, if only I had known about the meeting earlier, I would have been prepared. Burada da bir yanlışlıq yoxdur. Əgər mən deyir toplantını da əvvəlcədən bilmiş olsaydım, mən hazırlaşmış olardım. Düzdür. You won't succeed if you put in the necessary effort and time. Deməli, D variantımız düzgün cavabdır, əziz müəllimlər. Baxın, mənə uyğunsuzluğu var burada. Əgər sən deyir, zəruri cəhd və zaman ayırmış olsaydın, sən deyir, zaman ayırsan, sən uğur qazanmayacaqsan. Nə mənası var? Gör, necə məntiqsizdir. Əgər mən zəruri cəhd edirəmsə, zəruri vaxt ayırıramsa, niyə uğur qazanmayım ki? Burada əslində will succeed olmalıydı. Məna, inappropriate mənada olan uyğunsuzluq D variantındadır. Y variantı, take an umbrella with you in case it rains. In case-dən sonra indiki sadə zaman işlənir. Deyir ki, daha sonra yağışın yağması ehtimalına qarşılıq özünlə çətin gör. Yəni, hər ehtimala qarşılıq özünlə çətin gör. Ola bilsin ki, yağış yağsın. Y variantda da bir problem yoxdur mənada. 11-ci testdə də bizdən subjunctive modu səhv işləndiyi variant soruşur. I wish that he had been here now. Baxın, mood mövzusunda əgər now varsa, o zaman biz were-dən istifadə etməliyik. Were işlənməlidir. I wish that he were here now to see this moment. Yəni, bu anı görmək üçün həm də burada this də var. Baxın, üç olaraq. This isə, this indiki zamanla, zət keçmiş zamanla bağlı olur. Mudda da bilirsiniz ki, were indiki zaman, been isə keçmiş zamanı bildirir. B variantında if only she were, deməli səhv olduğu üçün müəllimlər A-na düzgün cavab olaraq götürəcək bizdən səhv soruşmuşdur. B variantında past simple, digər tərəfdə would verb işlənib düzdür. Recommenddən sonra, recommend it is essential-da demanded quruluşlarından sonra subjunctive mood gəlir. Baxın, he be given, yəni burada to be feili zamana, şəxsə görə uzlaşmayıb. Arrive feili şəxsə və ya zamana görə uzlaşmayıb, şəxsə görə. Məsələn, committee arrives olardı normalda. Amma mooda görə uzlaşma olmamalıdır. Ya da he goes olardı, ya da went olardı. Amma mood mövzusunda biz şəxsə və zamana görə uzlaşdırmırıq. Sadəcə to-suz feil şəklində işlədirik. A düzdür. 12-ci testə baxırıq bizdən yenə moodun uyğunsuz səhv işləndiyi bir variantı soruşur. If only he were more considerate. Baxın, burada past simple-da, digər tərəfdə isə might perfect. Yəni burada mixed conditional var. Əgər o daha, deməli, daha diqqətli olsaydı, yəni indi də o daha diqqətli, kaş ki o daha diqqətli olsaydı, hadisələr fərqli şəkildə baş vermiş olmazdı, ola bilməzdi yəni. Deməli, burada indi də söhbət gedir. Yəni, indi də diqqətli olsaydı və yaxud da ki, indi də diqqətli olsaydı, əgər o daha diqqətli olsaydı, yəni keçmişdə bu hadisələr baş verməzdi. Okay, yəni o diqqətli olmasa təkcə keçmişlə bağlı deyilir, hal-hazırda da diqqətli olsaydı, yəni ümumiyyətlə o daha diqqətli bir insan olsaydı, keçmişdə bu hadisələr fərqli şəkildə baş vermiş olmazdı. B variantında I wish it were possible for us to go back to those simple times. Yəni B variantında da həmçinin bir səhvlik yoxdur. I wish-dən sonra past simple işlənə bilər. Burada bir problem yoxdur. Burada ümumiyyətlə deyir ki, kaş ki indiki zamana bağlıdır ki, kaş ki həmin o daha sadə vaxtlara gedə bilərdik. İndiki zamanda olan arzusunu deyir ki, kaş ki o keçmiş zamanlara, daha sadə zamanlara qayıda bilsəydik. Bizim üçün mümkün olsaydı. C variantı, I propose. Propose feilindən sonra da subjunctive mood gəlir. To be feili şəxs zamana görə uzlaşmır. Düzdür. If he were here, he would know exactly what to do. Past simple-da would verb-dür. Yəni burada da bir problem yoxdur. It is essential, müəllimlər, it is essential quruluşundan sonra gələcək zaman işlənməz. Yəni sırf mood mövzusunu bizdən istədiyi üçün mood mövzusuna əsasən burada he be present şəklində işlənməlidir. Şəxsə və zamana görə uzlaşmamalıydı. Ona görə səhvdir. Daha sonra 13-cü testə baxırıq. Match the types of the conditionals. Gəlin növlərini uyğunlaşdıraq. A variantına baxırıq. If the virus were to reappear. Past simple-da digər tərəfdə would verb-sə, past simple would verb second conditional-dır ki, A variantıdır. If the virus reappears, hospitals will be ready. Present simple, digər tərəfdə future simple-dırsa, olacaq first conditional, B variantı. If the virus had reappeared, past perfect, digər tərəfdə would perfect işlənirsə və ya da wouldn't perfect işlənirsə, olur third conditional. B, A, C, ümumilikdə C variantımız düzgün cavabdır.
14-cü testimizə baxırıq. Where are you? I would study harder. Past simple. Would verb-dirsə second conditionalda 3A olacaq. If he were a fast runner, he would have won the race. Bax, burada past simple. Bu tərəfdə would verb, would perfect. Baxın, past simple, would perfect olduğu üçün bu mixed conditional olacaq. Yəni, nə deməkdir? O daha sürətli qaçan olsaydı, yəni hal-hazırda da, yəni o indi də daha sürətli qaçan olsaydı, o yarışı keçmişdə qalib gəlmiş olardı. Okey, yəni indiki zamanla bağlı olan xüsusiyyəti keçmişlə olan ehtimalını bildiririk. Daha sonra C variantına baxırıq. Should deliver. Should varsa müəllimlər. Bu nədir? First condition'dır. Çünki should əvvəldə gəlirsə, bu ancaq first condition quruluşunda olur. Bir də supposition moodda cümlə mübtədadan sonra gəlir. Had he known və will disappear-də burada görürük ki, will ümumiyyətlə first conditionalda olur. Past perfect, would perfect işləndiyi üçün olacaq third conditional, 4 olacaq D variantı. If you heat ice, it melts. Əgər buzu əritsən, o əriyir. Bu da nədir? Zero conditionalda faktı bildirir. Y variantı. Deməli, Y, C, A, D, B. Burada görürük bunu. Y, C, A. Bəli, B variantımız düzgün cavabdır. 15-ci testə baxırıq. Bizdən düzgün cavabı soruşur. Subject modla bağlı. I wish I were going. Okay. Going on holiday. Kəşki tətilə çıxa bilərdim. Çıxardım. Deməli, indiki zamanla bağlı olan deməli, təəssüfü bildirir. If only'dən sonra was yox, were going olardı. Burada yanlışdır. If only the tailor could fix this dress, past simple'da, digər tərəfdə would verb işlənib, 3 düzdür. Deyək, kəşki dərzi bu donu təmir edə bilərdi, mən də bu axşam şənliyə gedə bilərdim. Düzdür. 4-ə baxırıq. I wish the tailor had fixed this dress. Baxın müəllimlər, burada arzu gələcək zamanla da bağlı ola bilər ki, kəşki dərzi bu paltarı təmir edərdi, düzəldərdi, yəni the tailor could fix verə bilərik. Və yaxud da ki, təəssüf hissi ilə peşmanlı bir var, could fix-ə arzunu bildirir. Bir də var ki, məsələn, deyə bilərik ki, indiki zaman olan təəssüfü bildirə bilərik. Bu zaman this-ə görə baxacaq daha doğrusu. This dress olduğuna görə biz onu indiki had fixed deyib past simple-da verməliyik. Yəni, kaş ki, bu paltarı neyniyərdi, təmir edərdi. Və this burada ipucu olduğuna görə ya olardı the tailor fixed, ya da ən yaxşısı ümumiyyətlə olardı ki, bu paltarı arzusunu bildirərdi. The tailor could fix. Da bu da düzgün olardı. If only I had taken the taxi, I would reach the class by now. Baxın, müəllimlər, burada by varsa, past perfect-də isə would perfect işlənməlidir. Yəni, by bilirik ki, perfect zamanlarla işlənir. Yanlışdır. 6 düzdür amma. I had taken the taxi. Kəşkini mən taksiyə götürərdim. I would have reached the class by now. İndiyə kimi çatmış olardım. Yəni, sinifə çatmış olardım. Yəni, keçmişlə bağlı olan bir ehtimalı, bir peşmanlığı daha doğrusu bildirir. 1-3-6. D düzgün cavabdır. 16-cı testə baxırıq. Which of the options is a subject mood used inappropriately? Hansında səhv işlənibdir? If only I were permitted to stay. Baxın, past perfect, digər tərəfdə could verb işlənib. Düzdür. If only the past could be recaptured. Bax, bu if only, I wish bilirsiniz ki, bir-birinə sinonimdir. Və biz gələcəklə bağlı olan arzunu bildirəndə could-dan istifadə edə bilirik. Yəni, kaş ki, keçmiş qaytarıla bilərdi. Bu da düzdür. C variantında past perfect işlənib və digər tərəfdə would verb işlənib. Burada mixed conditionaldır. Deyir ki, kaş ki, mən onun məsləhətinə qulağa sardım, indi bu qarışıqlıq içərisində olmazdı. Baxın, this olduğuna görə would verb-dən istifadə etdik. Deməli, düzdür. If only she had been here now. Bax, burada now varsa, burada were olmalıdır. Had been olmaz müəllimlər. Now varsa, at the moment varsa, today varsa, tonight varsa, burada artıq biz moodda verb, past simple-dan istifadə etməliyik. Səhv soruşduğu üçün D düzgün cavabdır. Past simple, would verb işlənib, bu da düzdür zaman uzlaşmasına görə. 17-ci testə baxıb bizdən ən uyğun variantı soruşur. Deməli, don't wish. Wishdən sonra biz bilirik ki, deməli, wishdən sonra baxaq, biz buradan will'i çıxaq, C variantını çıxaq. A, wish də indiki zaman işlənməz, indiki bitmiş zaman işlənməz. İndiki bitmiş zaman işlənməz. Və wish də ümumiyyətlə were işlənir. Məsələn, biz if-də I was-u görə bilirik, amma wish-də adətən were işlənir. Ona görə burada was-u çıxırıq, A-nı çıxırıq, B düzdür. Don't wish it were easier, wish you were better.
Deyir ki, onun daha asan olmasını arzu etmə. Yəni təəssüflənmə ki, daha asan olaydı. Təəssüflən ki, sən daha yaxşı olardı. B düzdür. 18-ci testə baxaraq uyğun mənanı, gəlin uyğun demək gələn cümləni tapaq. I wish I had met him öylədir. Kaş ki onunla daha əvvəl görüşmüş olardım. Past perfect hərəkət keçmişlə bağlı olan təəssüf bildirir. Ona görə keçmişlə bağlı təəssüf bildirdiyinə görə biz met verə bilmərik mudda. Past perfect olmalıdır. İndiki bitmiş olmaz. Past simple dediyi olmaz. Past perfect olmalıdır, amma burada da məna düz deyil. Y variantında. Çünki deyir ki, əgər ondan daha əvvəl görüşmüş olmasaydım. Görüşmüş olmasaydım yox. Axı orada görüşməsini istəyir. Ona görə B düzdür. Kaş deyir, əgər onunla daha əvvəl görüşmüş olsaydım, o deyir mənim həyatıma dəyişmiş olardı. B variantı düzgün cavabdır. Çünki burada keçmişdə onunla görüşməyini arzuluyurdu. Ki, kaş ki onunla daha əvvəl görüşmüş olsaydı. B düzdür. 19-cu testə baxaraq bizdən present subjunctive moodu soruşur müəllimlər. Subjunctive moodda bilirik ki, feil nə şəxsə, nə zamana görə uzlaşmır. Bax burada is asked, will be asked, zamana görə uzlaşır. Holds zamana görə uzlaşır. Holds zamana görə uzlaşır. Buys, baxın buys, bax bu variantları biz çıxırıq. C, D, B variantını çıxırıq. A və Y variantı qalır. Deməli, A variantına baxırıq. I propose that Harry be asked to attend the party. Mən təklif edirəm ki, Harry'yə şənliyə qoşulma soruşulsun, istənilsin. Yəni, because the judge orders that the case to hold olmaz. That isə, thatdən sonra cümlə gəlməlidir. To infinitive olmaz. Ona görə anı çıxırıq ki, düzdür. The case hold immediately. Deməli, hakim əmr edir ki, məhkəmə deməli məsələsi, yəni bu məhkəməyə çıxarılan bu hadisə dərhal məhkəmə işi, yəni dərhal dayandırılsın, dayansın. Hold. I suggest deyirsiniz, şəxsə görə uzlaşmadır. Be asked to be feilini biz əmizarda işlətmədik. Sadəcə be asked şəklində verdik. 2-də hold case-ə görə uzlaşmadır. She-də isə by-ı uzlaşdırmırıq. Söhbət mooddan gedir. Yəni Y variantı düzgün cavabdır. Subjunctive mooddan. 20-ci testə baxırıq. Which of the options best completes the given sentence? The rivers near power plants are contaminated. Deyir ki, enerji zavodlarının yaxındakı çaylar çirklənib. If the rivers for irrigation, deyir ki, əgər çaylar irriqasiya üçün, yəni suvarma üçün istifadə olunsaydı, ətrafda olan ərazilərə olan təsiri fəlakət olardı, yəni təhlükəli ola bilərdi. A variantı düzgün cavabdır. Yəni past simple could verb işlənib. Gəlin bir də baxaq. Y variantında if the rivers were to use yox. Burada bir məchulluq quruluşu olmalıdır. Ona görə were to use-da məchulluq yoxdur. Çıxırıq. Daha sonra D variantında had been used, digər tərəfdə can uzlaşmaya əsasən ola bilməz. Yəni could perfect ola bilərdi məsələn. C variantında da zaman uzlaşması pozulub. İndiki zaman digər tərəf could perfect ola bilməz. B variantında da indiki zaman və digər tərəfdə could keçmiş zaman anlamı işlənə bilməz. Yəni uzlaşma A variantında özünü doğruldur. Və deyir ki, əgər çaylar suvarma üçün istifadə edilsəydi, ətraf ərazidə olan təsiri faciəli olardı, ola bilərdi. A düzdür. 21-ci testə baxırıq. Tom wouldn't have gone abroad. Baxın, burada would perfect isə, deməli, bu hissədə bizə past perfect lazımdır. A variantını çıxırıq, C variantını da çıxırıq, Y variantını çıxırıq. Çünki dediyimiz kimi past perfect olmalıdır. İndi baxaq görək, burada past perfect təsdiqdə mi olmalıdır, yoxsa inkarda mı olmalıdır? Deyir ki, Tom wouldn't have gone abroad. Tom xarici getmiş olmazdı. Əgər deməli o burada iş tapmış olsaydı. Deyir ki, tapmış olmasaydı, xarici getmiş olmazdı. Məntiqli cavab deyil. Əgər yəni burada iş tapmış olsaydı, xarici getmiş olmazdı. B düzgün cavabdır. İkinci hissə baxırıq. If she had listened to my directions, əgər o mənim istiqamətlərimə qulaq asmış olsaydı, she past perfect isə digər tərəfdə would perfect işlənəcək. She wouldn't have turned down the wrong street. Deyir, o səhv küçəyə dönmüş olmazdı. Əgər mənim istiqamətlərimə qulaq asmış olsaydı. B düzdür. 22-ci testə baxırıq. 22-ci testdə gəlin birinci uzlaşmalara baxaq. Birinci və ikinciyə baxaq. Deməli, would verb. Okay, bunlar düzdür. C variantı. If-dən sonra will işlənməz. Çıxırıq. Were varsa should işlənməz. D-ni də çıxırıq. Hər iki tərəfdə were işlənməz. Çıxdıq. Bir tərəfdə were-dürsə, digər tərəfdə would işlənər. İndi üçüncü cümləyə baxırıq. If I were the prime minister, I would invest more money. Bax, burada tamamlıq olduğuna görə biz would invest-dən istifadə edəcəyik. A düzdür. B yanlışdır, çünki would be invested olmaz. Çünki more money burada tamamlıqdır. Would be invested isə
məchul növdədir və deyir ki, əgər would be invested götürsə, o deməkdir ki, mən təhsilə daha çox pul qoyulacaqdır, daha doğrusu qoyulacaqdır, tərcümə belə alınmır, tərcümə belə eləmək çətin olur. Baxın, məchul ola bilməz, çünki məniyə əsasən if I were the prime minister, əgər mən baş nazir olsaydım, I would invest more money in education, mən təhsilə daha çox pul qoyardım. Qoyulardı yox, qoyardım. Mən qoyardım. A düzdür. 23-cü soru testə baxırıq. It's high time. Müəllimlər, it's high time. Əgər burada is indiki zamandadırsa, past simple-dan arrive, have arrived, will arrive, bunlar çıxırıq. Bunlar olmaz. Deməli, it is indiki zamandadırsa past simple. Burada əgər it was high time-da was keçmiş zamandadırsa past perfect olmalıdır. Yəni B düzgün cavabdır. Bax, burada tam əksidir, olmaz. It is-dirsə past simple, it was-dursa past perfect işlənir. B variantımız bizim düzgün cavabdır. 24-cü testə baxırıq. You any use to aim unless you learn to type. Baxın, burada baxırıq ki, unless bilirsiniz if not deməkdir. Learn indiki zamanda olduğu üçün wouldn't. Deməli, variantlarını biz çıxırıq. İkinci testə baxırıq. I am exhausted. I wish. Baxın, I wish-dən sonra are going olmaz. B variantına çıxırıq. Və deməli, had been going burada ümumiyyətlə davam edicilik də yoxdur deyə. Bu varianta çıxırsa, won't have been də olmaz. Deməli, C variantında biz çıxırıq. D variantımız düzgün cavab olacaq. Biz bilirik ki, deməli, unless-də indiki zamandırsa, digər tərəfdə future perfect niyə verir ki? İndiki zaman digər tərəfdə will verb ya da ki, inkar formada won't olmalıdır. İndi gəlin tərcüməsinə baxaq. You won't be any use to Amy unless you learn to type. Əgər sən yazmağı öyrənməsən, Amy'yə heç bir faydan olmayacaq. Daha sonra ikinciyə baxırıq. I am exhausted. Mən yorulmuşam. I wish I had gone there by car instead of deciding to walk. Kaş ki, gəzməyə qərar vermək əvəzinə, gəzərək getməyə qərar vermək əvəzinə, oraya deyir, mən maşınla gedərdim. Getmiş olardım. Yəni, getmiş olardım. Keçmiş zamanda olan təsvir bildirir. Had gone. D variantımız düzgün cavabdır. 25-ci testə baxırıq. If he had known-dur burada. Had known-dursa, digər tərəfdə nə olmalıdır? Would perfect. Would perfect olmalıdır. D, B və A-nı çıxırıq. If he had known about it, əgər o haqda bilmiş olsaydı, he would have told me for sure, o əlbəttə ki, mənə demiş olardı. İkinciyə baxırıq. I wish you making that noise. Yəni, burada neysə əgər baş verməsini istəyiriksə, would-dan istifadə edirik müəllimlə. Stop, ümumiyyətlə, wish-dən sonra indiki sadə zaman işlənə bilməz. C düzgün cavabdır. I wish you would stop making that noise. O səsi deyir, kaş ki, deyir, o səsi çıxartmağı dayandırardın. It is bothering me. O məni narahat edir. C düzdür. 26-cı testə baxın, bizdən sırf present subject moodu soruşur deyə. Subject mood olduğuna görə necessary quruluşundan sonra biz to be feilini şəxsə və zamana görə uzlaşdırmamalıyıq. Sadəcə be-dən istifadə edəcək. Baxın, burada uzlaşıb, zamana görə, şəxsə görə və to be-də olmaz. To işlətmirik. Sadəcə be. C düzdür. 27-ci testdə yenə bizdən present subject moodu soruşur. Müəllimlə suggest feilidir və eçib burada məchul növdə şəxsə görə uzlaşanları, bax, məsələn, put, is put, will put, ümumiyyətlə zaman anlamı, uzlaşma, şəxsə görə uzlaşma anlamı çıxarmalıdır. Put da ola bilər, be put da ola bilər. Sadəcə olaraq mənada məchulluq olduğuna görə B variantımız düzgün cavabdır. Mən təklif edirəm ki, chip elə chip deməkdir. Mikroskopik bir cihazdır. Gələcəkdir robotların beyinlərinə qoyulsun. Yəni, həmin çipin beyinlərinə qoyulmağını. Görürsünüz, məchulluq var. Qoymağını yox. Çip öz-özünü qoymur ki, robotların beyinlərinə. Kimsə tərəfindən qoyulur, düzdürmü? Qoyulsun ki, to shut them off if they have murder thoughts. Əgər onların ölümlə bağlı, yəni qətllə bağlı olan fikirləri olanda onları söndürsün. B düzdür. 28-ci testə baxır. It was silly of me not to be patient. Səbirsiz olmaq, demək, səbirli olmamaq mənim tərəfdən axmaqlıq idi. I wish, bax, cümlə keçmiş zamandadırsa, deməli, mənim peşmanlığım keçmiş zamanla bağlı olmalıdır. I wish I had waited for them. Kaş ki, onları gözləmiş olardım. Keçmiş zamanla bağlı olan təsviri biz past perfect ilə veririk. 2-yə baxırıq. If only there were no ifs, ands or buts about destiny. Kaş ki, tali ilə bağlı, qismətlə bağlı əgərlər, vələr və ya ammalar olmazdı. İndiki zamana bağlı olan deməli təsvir bildirir. D düzdür. 29-cu testə baxırıq. I haven't been able to see a thing. Mən bunu görməmişəm, görə bilməmişəm. Yəni, mən heç nə görə bilməmişəm. I wish we more expensive seats. Deyir ki, kaş ki, daha baha
yerləri alardıq. Məsələn, hansısa bir konsertə və ya hansısa bir tamaşaya gedib daha ona görə deyir ki, heç nə görə bilmədim də mən, heç nə görə bilməmişəm mən deyir. Ona görə deyir ki, kəşki daha baha yerləri alardıq. Yəni daha baha yerlər daha əvvəldə olan yerlərdir və o zaman daha yaxşı görə bilərdim. Deməli, keçmişlə bağlı olan məqamı bildirir. By çıxırıq, has-i çıxırıq, had bought. İkinciyə baxırıq. Jane could have walked more quickly if her suitcase. Bax, could perfect isə digər tərəfdə hasn't olmaz, hanı çıxdıq. Isn't olmaz, sayını çıxdıq. Wasn't olmaz, yeni çıxdıq. Deməli, burada B variantı düzgün cavabdır. Could perfect isə deməli nə olmalıdır? Past perfect. If her suitcase hadn't been so heavy. Əgər onun çamadanı daha ağır olmuş olmasaydı, Jane daha cəld gəzmiş ola bilərdi. B düz. 30-cu testə baxırıq. Atticus would love his children. Bax, would love. Sonra tamamlıq gəlsə to infinitive olmalıdır. A variantını çıxırıq. D, Y variantını çıxırıq. To grow up in a more just world. Atticus övladlarının daha ədalətli dünyada, demək, daha ədalətli dünyada böyüməyini istəyir yəni. 2. Joe would love. Would love'dan sonra to infinitive işlənir. V olmaz. Ümumiyyətlə, would love quruşunda mood yoxdur. Would love to be. Deməli, B variantı düzgün cavabdır. Joe would love to be an artist. Yəni, Joe artist, rəssam olmaq istərdi. Okay. 31-ci testə baxırıq. The contest tomorrow I would. Bax, müəllimlər, would'dursa, bu zaman biz, deməli, word to quruşuna istifadə etməliyik. Yəni, past simple quruşuna istifadə etməliyik. Should, first conditionaldadır. Had, deməli, had the contest taken place. Bu third conditionalda, hansı ki, burada would go varsa, yəni would verb varsa, deməli, second conditionalda. Second conditionalda isə past simple olmalıdır. Had olmaz, would olmaz. Were the contest to take place tomorrow. I would probably go and say it. Deyir, əgər müsabiqə sabah baş versəydi, sabah olsaydı, mən ehtimal ki, gedə və baxa bilərdim. 32-ci testə baxırıq, I wish. Deməli, I wish-dən sonra baxırıq. Müəllimlər, last varsa, biz burada past simple verə bilmərik. Past perfect olmalıdır. A yanlışdır. I wish, I would olmaz. Mübtədalar eyni olduğu halda would-dan istifadə edə bilmərik. Yanlışdır. Yesterday olduğuna görə burada had past simple olmaz. I had my laptop repaired olmalıydı. Tonight varsa past perfect deyil. Təkcə came olardı. I came you tonight. Tonight bu axşam. İndiki zamanla bağlı anlam olanda biz past simple'dan istifadə edirik. Keçmiş zamanla bağlı anlam olanda past perfect'dən istifadə edirik. Y variantı burada düzgün cavabdır. I wish I had my own study room. Kaş ki mənim özümün öyrənmə otağım olardı. 33-cü testə baxırıq. I wish. I wish-dən sonra müəllimlər. Deməli, indiki bitmiş, gələcək zaman olmaz. Üstəlik də mübtədaları eyni olduğuna görə would olmaz. Yeni çıxdıq. İndi baxaq deyir. I wish you understand how deeply I feel about you. Yəni, səninlə bağlı necə dərindən hiss etdiyimi, kaş ki səni anlada bilərdim. Yəni, sənin anlamağına vəsl ola bilərdim. Yəni, səni anlada bilərdim bunu. Burada bilmək, bacarmaq olduğuna görə could make var. Yəni, gələcəklə bağlı bir anlam var. Kaş ki bunu anladardım deyir sənə. D variantı düzgün cavab. 34-cü testə baxırıq. If you some mayonnaise in the sandwiches, they would have tasted better. Baxın, burada would perfect isə, deməli past perfect olmalıdır. Put, had been, will put, bunlar çıxır. Had been putting fe'li ümumiyyətlə qoymaq. Yəni, burada davam edici ola bilməz. Nəysə qoydum, bitdi. Ona görə çıxırıq. If you had put some mayonnaise in the sandwiches, əgər sandviçlərə daha bir mayonez deyil, əlavə etmiş olsaydın, onlar daha yaxşı dadmış olardı. Okay. İkinciyə baxırıq. So much food if you had told me. Bax, burada had told me'dir. Past perfect isə digər tərəfdə won't ola bilməz. C variantında çıxırıq. D yeni zaten çıxmışdı. Qaldı A variantı. Deməli, I wouldn't have made so much food if you had told me you weren't hungry. Əgər sən ac olmadığını mənə demiş olsaydın, mən bu qədər yemək hazırlamış olmazdım. Okay, past perfect, would perfect. 35-ci testə baxırıq. Tom an accident if he hadn't been driving. Baxın, past perfect isə digər tərəfdə would perfect olmalıdır. Bax, onları biz çıxırıq. Wouldn't have had. Tom wouldn't have had an accident if he hadn't been driving so fast. Əgər Tom çox sürətli sürmüş olmasaydı, bədbəxt hadisə baş vermiş olmazdı. Okay, ikinciyə baxırıq. We'll have a long way to walk if we... Bax, burada were running də olmaz. Çünki burada will'dir. Gələcək zamanca burada demək present simple olmalıdır. Yəni D variantında biz çıxırıq. Bunlar zaten çıxmışdı. Qalır A variantı. Run.
We'll have a long way to walk if we run out of petrol here. Əgər bizim burada benzinimiz bitsə, biz uzun yolu gəzməli olacağıq. Yəni uzun yolu gəzməli olacağıq, gedəməli olacağıq. A variantımız düzgün cavabdır. 36-cı testə baxırıq. She would rise. Demək, would rise-dən sonra to-suz fe'l gəlir. Birbaşa əgər fe'l gəlsə to-suz olmalıdır. Amma diqqət etsək, burada past perfect-dir. Past perfect isə deməli biz infinitivində perfect formasından istifadə edirik. State olmaz. Deməli, state olmaz. Had state də olmaz. Would rise-dən sonra infinitiv gəlir. Həmin infinitiv isə deməli, continuous davam edici formada ola bilər, perfect formada ola bilər və burada had noun olduğuna görə perfect formadan istifadə edirik. She would rather have stayed at home if she had known about the traffic. Əgər o tıxaca bilmiş olsaydı, tıxacın olduğunu bilmiş olsaydı, o evdə qalmış olmağa üstünlük verərdi, yəni qalmış olmağa. 2-yə baxırıq. She would rather. She would rather-dən sonra əgər mübtəda gəlirsə, digər tərəfdə artıq baxırıq C variantına stay indiki zaman işlənə bilməz. Deməli, C variantında biz çıxırıq. Qalır A variantı. Deməli, she would rather-dən sonra əgər mübtəda gəlirsə past simple və yaxud da ki past perfect işlənə bilər. A variantımız düzgün cavabdır. She would rather he stayed away entirely instead of coming and going like this. Demək, yənidir ki, o təəssüf edir ki, o bu cür gedib gəlmək əvəzinə tamamilə uzaq durardı. A variantı düzgün cavabdır. 37-ci testə baxırıq. Suppose you. Suppose-dan sonra past simple gəlir. Would, will çıxdıq. Və were to give də olmaz. Çünki burada məhculluq var. Deyir ki, güman edək ki, sənə to change one event in history. Tarixdə bir hadisəni dəyişmək gücü verilib. Bax, verilib. Məhcul olmalıdır. Ona görə were to give-i çıxırıq. Were given. What would you choose to alter? Demək, would have chosen olmaz. Past simple-sa would perfect olacaq. Demək, would perfect yox, would verb olacaq. B-ni çıxdıq. C variantı düzgün cavabdır. Would perfect-i nə zaman istifadə edirdi? Əgər past perfect olsaydı. Deməli, burada C variantının zaman uzlaşmasına əsasən past simple digər tərəfdə də would verb işlənir. Və deyək ki, güman edək ki, sənə tarixdə bir hadisəni dəyişmək imkanı verilsəydi, sən nəyi dəyişməyi seçərdin? Nəyi dəyişməyi? C düzdür. 38-ci testə baxırıq. If Nick reach... Deməli, burada deyir ki, ən yaxşı tamamlayan hansılardır? If Nick-lə həm işlənməz, is olsaydı düz ola bilərdi. Yəni çıxırıq. Həm də ki, burada həm will, həm də would perfect işlənməsi tamamilə yanlış olardı. Çünki would perfect-in işlənməsi üçün past perfect olmalıdır. Deməli, çıxdıq. B variantda were-lə will işlənmə zaman uzlaşması pozulur. Həm Nick-lə həm olmaz, Nick is olardı. İndiki zamanda would by işlənə bilməz. Yəni, burada da zaman uzlaşması pozulur. Deməli, if Nick were rich, he would buy that Ferrari. Bax, burada will perfect işlənməz. Burada will perfect-dən istifadə etmirik. D variantı qalır. If Nick were rich, he would buy that Ferrari. Əgər Nick varlı olsaydı, o həmin Ferrari-ni alardı. Və yaxud da deyir ki, indi də varlı olsaydı, keçmişdə, əgər varlı olsaydı indi, elə keçmişdə o Ferrari-ni də almış olardı, yəni. D düzgün cavabdır. Həm burada would verb-lə, həm də would perfect-lə verə bilərik. 39-cu testə baxırıq. If the students more on the mistakes made before, əgər şagirdlər əvvəllər edilmiş səhvlərə daha çox diqqət etmiş olsaydılar, yəni şagirdlər diqqət etmiş olsaydılar, burada were focused məhsul ola bilməz. If olan isə də gələcək zaman işlənməz. If-lə present perfect işlənmir, çıxırıq. Daha sonra focus past simple-dırsa, demək, the result of the exam, past simple-la biz can be-ni işlədə bilməliyik. Zaman uzlaşmasına əsasən bu düzgün deyil. C variantı düzgün cavabdır. Baxın, past perfect, would perfect. Əgər şagirdlər əvvəllər edilmiş səhvlərə daha çox diqqət etmiş olsaydılar, imtahanın nəticələri tamamilə fərqli olmuş olardı. C düzgün cavabdır. 40-cı sonuncu testimizə baxırıq. This suitcase is too heavy. Bu çamadan çox ağırdır. If only deyir, çox ağırdır. Artıq yəni çamadanı yığıb da deyir ki, hərəkət keçmişdə qalıb. Kaşki deyir. Kaşki bu qədər çox paltar, belə çox paltar yığmış olmazdım. Keçmiş zamanla bağlı olmalıdır. If only-dən sonra hasn't packed, would packed. Bax, bunlar çıxırıq. Didn't packed olmaz. Çünki artıq hərəkət keçmişə aiddir. Artıq yığıbdır çünki. Hadn't packed. 2-yə baxırıq. Unless they turn that radio off. Onlar deyir, o radionu əgər söndürməsələr, indiki zamandadır. Və digər hissədə gələcək zaman olmalıdır. Would go ola bilməz. Bu D variantında çıxırıq. C, B variantında zaten çıxmışdır. Will go. A variantımız düzgün cavabdır. Deməli, birinci cümlədə artıq hərəkət keçmişdə qaldığına görə
və biz keçmişlə bağlı təəssüfü bildirdiyimiz üçün past perfectdən istifadə edirik. Deyirik, kaş ki bu qədər çox paltar yığmış olmazdım. İkincidə isə indiki sadə zaman olduğu üçün digər tərəf gələcək zaman olur və deyir ki, əgər onlar o radionu söndürməsələr, unless if not deməkdir, söndürməsələr mən dəli olacağam. Yəni əsəbləşəcəm, dəliyə dönəcəm. A variantımız da düzgün cavabdır. Bununla da mood mövzusunu da izahını bitirdik. Ümid edirəm ki, artıq mood mövzusu bu bölmə ilə də sizə, bu testlərlə də sizə aydın oldu. Uğurlar hər birinizə.